Salam aleyküm. Çox dəyərli izləyici, bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah sizi var eləsin. Allah huzurunuzu daim eləsin. Dəyərli izləyicilər, indi isə sizə nəfs nəzər nədir, cadu nədir və onun əlamətləri nədir, o barədə bilgi verəcəyik inşallah. Öncə onu bildirmək istəyirəm ki, nəfs, öz-özünə keçiş edən nəfs nəzər var. Bir də siz onu bərtaraf etmədikcə qüvvədə qalan təsirin davamlı göstərən nəfs nəzəri var. Nəfs nədir? Hər bir insan ikinci mənəvi vücud sahibidir. Şəms surəsi 7-də və nəfsin və məssəvvəha, and olsun nəfsə və onu dizayn edənə. Və o nəfs nəzər negativ enerjiyə çox meyillidir. Ətrafınızda olan insanlar sizin fərasətinizi, qabiliyyətinizi, müsbət xarakterinizi, bəli, yəni qabiliyyətinizi, ailə canlılığınızı, iş güzarlığınızı, sağlam canınızı, çox yaxşı fərasətlə qazancınızı qısqanırlar. Bilərəkdən və yaxud da bilməyərəkdən nəfs nəzər salırlar. Misal olaraq, qohumunuz var, xalanız, dayınız, bibiniz və s. yaxın qohum əqrabalar, onların da ailələrində evlatları var və sizin kimi bu cür fərasəti olmadıqda, siz mütəmadi işdə gücdə, o adam evdə beşər oturub, siz pastayanlı hərəkətdəsiniz, irəli gedirsiniz, amma onun evində olan yoldaşı və yaxud da özü və yaxud da nə bilim, yaxın bir adamı, yeznəsi deyək, qızı deyək və s. Sizin kimi deyil və bu da neyinir? Sizə ona misal çəkir, amma istəyərəkdən və yaxud da istəməyərəkdən nəzər salır, nəfs salır. Və bu da sizə negativ enerji ötürür və siz də bunu zamanla yaşamaya başlayırsınız. Baxın, dəyərli izləyicilər, nəfs 19 afətlə dizayn olunmuşdur. Cəhalət, cimrilik, dedikodu, fitnə, fəsad, həsəd, hirs, isyan, ibtilalar, yəni ibtilalar, negativ vərdişlər. Gəlin başdan başlayaq. Nəfsiniz və ruhunuz var. Nəfsinizdə xəstəlik var və ruhunuzda bunun qarşılığı var. Cəhalət, elm, cimrilik, cömərtlik, dedikodu, kətumiyyət, fitnə, fəsad, tevhid, həsəd, ədəb, hirs, qənaət, isyan, itayət, ibtilalar, yəni pis vərdişlər, fəzilətlər, kin və ədavət, sevgi, yəni nəfsdə kin və ədavət var, ruhunuzda sevgi var, qarşılıqlı olaraq, ziddi ilə. Kibir, təvazu, küfür, iman, müraylik, ixlas, nankörlük, şükür, öfkə və qays, sükunət, səkinət, səbirsizlik, səbir, vəfasızlıq, vəfa, yalan, doğruluq, zən, həqiqət, zülüm, ədalət. Bəli, bu cür 19 afətə sahib olan nəfsiniz var. Dəyərli izləyicilər, nəfs, nəzər və yaxud da cadu təsir altına düşdüyünüz zaman, dəyərli izləyicilər, bu 19 xaslət başlayır qabarı şəkildə, bəli, sizin iç dünyanızda sizə böyük bir sıxıntı verməyə. Nəfsin əlamətləri budur. Anidən özünüzü çox halsız, yorğun hiss edirsiniz. Başınız ağrımaya başlayır. Bəli, bədəndə olan enerji səviyyəsi aşağı düşməyə başlayır. Qızdırma və yaxud da bərk yorğunluq, bu hər bir insanın fizik vücudunun olan enerjisindən asılı olan bir şeydir. Nəfsin nəzərin vücuda gətirdiyi o xəstəlik, zərər ki var, onlar yəni tibb elmi ilə, dərmanla falan müalicəsi var. Amma cadu əməlin vücuda gətirdiyi xəstəliyin, yəni tibb təbabət elmi şəfasını eləyə bilmir. Deməli, əziz izləyicilər, nəfs, nəzər insanı çox ağır durumlara sala bilir. Hətta insanın həyatına son qoya bilir. Bunu Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm Əfəndimiz buyurur ki, nəfs insanı təndirə, nəfs insanı qəbrə, dəvəni təndirə salar. Niyə nəfs insan həyatına son qoya bilir? Çünki bir uşağa nəfs nəzər dəydiyi zaman o uşaqda olan enerji, iradə, bədəndə olan zəifçilik çox olduğuna görə, daha çox olduğuna görə. O insan neyinib? Körpə əcyaşlı uşaq. Və o baş verən sıxıntı ilə, qarşılaşdığı sıxıntı ilə rəqabət apara bilmir, yəni mübarizə apara bilmir. Anidən onun nəfs nəzərin vücuda gətirdiyi xəstəlik və yaxud da anidən sıxılma, boğulma da ola bilər və bu o insanın həyatına son qoya bilər. Bu böyük insanlarla da keçərlidir əlbəttə. Dediyim kimi insanın fizik bədəndə olan
sağlamlığı və enerjisi iradəsindən asılı olan bir şeydir. Amma cadu əməl nə edir? İradəsi nə qədər möhkəm olsa da zamanla onu çarəsiz vəziyyətlərə salır. Çarəsiz vəziyyətlərə salır və mənəvi xəstəlik vurur zahiri xəstəliyə, o qədər yüklənir, sıxıntı ilə, problemlərlə intihar edə bilər, həyatına son qoyması üçün, yəni intihar da edə bilər və yaxud da hər hansısa bir baş verən bədəndə olan xəstəliklə, ürəyinə verdiyi bütün fikri zikri ilə, türklərin misalı ilə, qalb krizi ilə bəli, vəfat eləməsi mümkündür. Nəfsi nəzəri aradan qaldırmaq üçün, baxın, dəyərli izləyicilər, Məqam-ı İbrahim Səqələyn duası var. Hansı ki, siz nəfsə nəzərə uğradığınız zaman o rəhmanlı kəlmələr onu siləcək, qoymayacaq nəfsə nəzərə gələsiniz. Bəli, cadu əməli isə batil etmək üçün, təmizləmək üçün ilahi kodlaşdırma ilə rəhmani batinləmə var. Hansı ki, bütün mənavi məlumatlarınızı bağlayır, qoymur artıq heç kim sizə və ailənizə fal oxları ilə cadu əməllə müdaxilə etsin. Bilməniz üçün ki, sizə üzərinizdə nəfs mi var, nəzər mi var, cadu əməl mi var? Bir sözlə, sıxıntınızın qaynağın səbəbini bilmək istəyirsinizsə, şifrəli kodlu istixarə var. Yəni, zənni istixarə başqadır, kodlu istixarə başqadır. Zənni istixarədə verilən məlumat təsadüfidir. Doğru ola da bilər, olmaya da bilər. Amma şifrəli kodlu istixarədə isə verilən cavab tam dəqiqdir. İstixarə edənin və elətdiranın fikrincə deyil. Gələn rəy cavab Quran-ı Kərimdən. Bəli, yaxın zaman ərəfəsində sizə gələn hər hansısa bir sevindirici, xoş müjdə mi var və yaxud da hər hansısa bir təhlükə mi var həyatınızda? Bəli, bu barədə sizə çox dəqiq məlumat verilir. İstixarənizin cavabı isə video şəklində çəkilib atılır sizə. Kim istəsə bu barədə əlaqə nömrələrimiz profildə var, müraciət edə bilər. Gedib adınızı allanıb dəyişdirməyin ki, mən adımı dəyişəcəm, nəfs götürüləcək, nəzər götürüləcək, mənə cadu etməyəcəklər. Tamamilə yalan, cadu əməllə ad dəyişmənin heç bir əlaqəsi yoxdur. Dəyərli izləyicilər, gedib adını dəyişdirərsən, şəklini eləyəcəklər. Və yaxud da yedizdirmə, çizdirmə qidası ilə eləyəcəklər sənə. Sahib olduğun hər hansısa bir əşya ilə də eləyə bilərlər. Ay, nə bilim, o bəzilər çıxıb orada bir dənə ad dəyişməklə bütün həyatını dəyiş, nə bilim, neynə. Tamamilə yalan, bunlar hamısı boş şeydir. Əlbəttə ki, yaxşı bir şeydir adını, dini adı qoydursan, İslam adı qoydursan, yaxşıdır. Ancaq ki, müsbət təsir var. Amma yəni bu demək deyil ki, sənin yaşadığın sıxıntının səbəbi adındadır. O nə qədər məntiqə uyğundur ki, sənin adın bu olduğuna görə sənin üzərində bu qədər sıxıntı var. Bəli, bildirdiyim kimi, Məqam İbrahim Səqələyn duası ilə bir dəfəlik nəfsdən, nəzərdən qoruna bilərsən və rəhmani batinləmə, ilahi kodlaşdırma ilə bir dəfəlik cadudan xilas ola bilərsən. Zaten heç kimin rəhmani kodlaşdırma olmazsa, heç kimin heç bir cadudan xilas olma şansı yoxdur. Üzərinizdə cadunu zülmani kodlaşdırma ilə gerçəkləşdirirlər. Quran ayələrin sağdan sola tərsinə oxuyaraq, yazaraq və bu ilahi kodlaşdırma ilə bərpa olunmalıdır. Bəli, Allahın lütfü rəhməti daim sizinlə olsun. Videonu bəyənib, takip atıb, komment yazmağı, fikrini bildirməyi unutma. Allahın lütfü üzərinizdə olsun inşallah.